Elə bir ki, ani bir moment başladılar atmağa. Səpdilər ikisi də eyni avtomatik olaraq. Səpdilər bizim üstümüzə. 5-6 palatkaydı. Hər birindən toplu şəkildə çıxıb dağıldılar ətrafa və şiddətli döyüş başladı orada. Bunun şəhid olduğunu bilmirdim mən. Yəni böhrümdə də belə hiss eləməmişəm, şəhid olub. Çox güclü döyüş gedirdi ya. Ətrafında adam heç nə bilim. Ancaq fikrimiz oradaydı ki, döyüşə, mağazin dəyişmək, başqa heç nə. Hər kəsə salam. Video keçməzdən qabaq vaxtınızı alıb bir mövzuya toxunmaq istəyirəm. Dostlar, bu sosial şəbəkələrdə siz də görürsünüz ki, nə qədər boş-boş insanlar var ki, ön plandadırlar. Və çox insanların, xüsusən də gənclərin böyük bir hissəsinin düşüncələrinə təsir göstərib, xəbərləri belə olmadan onlara nümunə olurlar. Amma həm də baxın bu torpaqda o qədər mərd, igid, adam kimi adam insanlar var ki, arxa plandadırlar. Və biz onları tanımırıq. Digər tərəfdən tanıtmırıq ki, insanlar da bu igidləri tanısın. Fərqi yoxdur. Bu televiziya kanalı olsun ya da YouTube kanalı. Dostlar, mən bu yolda addım atmışam və bu yolda mənə dəstək olan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Nə yaxşı ki, varsınız. Sizin mənə dəstəyiniz sadəcə olaraq bu iki düyməyə toxunmağınızdan keçir. Gəlin o insanlara göstərək ki, siz yox. Baxın, bizə görə canlı verməyə hazır olan insanlar ön planda olub bizlərə nümunə olmalıdır. Ona görə dostlar, gəlin ürəklə bu videonu bəyənib hər yerdə paylaşaq. Paylaşaq ki, qoy bu mövzulardan xəbəri olmayan insanlar görsün ki, siz gecə şirin yuxuda yatanda, bax sizi belə igid insanlar qoruyur. Mənim deyəcəklərim bu qədər. İndi də keçək videoya. 2014-də keçirdiyimiz Ağdam döyüşlərində o döyüş çox uğurlu əməliyyat oldu. Ən yadda qalan döyüşlərdən də biri olub. O döyüş haqqında istəyirəm biraz danışım. Düşmən hücuma keçmişdi. Biz də hücumun qarşısını alma məqsədi ilə düşmənlə hazırlaşıb və hücumun qarşısını almağa getdik. 12 nəfər tərkibdə. Biz düşmənin üzərinə gedərkən çox qaranlıq idi. Olur ki, ay işığı olur, aydınlıq olur, onda biraz məsafə görsənir. Amma ay çıxmayanda tamam zülmət olur hava. Elə olur ki, adam 1 metr, 2 metri görmür. Düşmənlə qarşılaşanda bir nəfər gəldi bizim qarşımızda, yaxında. Tam bilmirdilər ki, biz elə bir ki, insan var burada və yaxud da ki, hansısa bir, ola bilər ki, ərazidə hansısa bir heyvan səsi çıxa bilər oradan gəlib, əyaq səsləri, nəsə belə bir şeylər. Bunların bir dənəsi gəldi bizim qarşımızda çox yaxın bir məsafədə, 7-8 metr məsafədə uzandı bizim qarşımızda və gecə görüş cihazı ilə müşahidə aparırdı. Biz də bunu müşahidə saxladı. Həmin yerdən atəş açmaq uğurlu deyildi. Yəni, uyğun bir, həmin yerdən atəş açmaq uyğun mövqe deyildi bizim üçün. Biz tam açıq bir ərazidə idik. Oradan atəş atsaydıq bizim tam bəlli olacaqdı. Ondan sonra bütün var gücü ilə onlar bizim üstümüzə atəş, yoğun atəş deyirlər bizdə buna. Həmin atəşin altından çıxmaq çox çətin bir şeydir, açıq ərazidə. Mövqeyi yox, arxasında mövqeylənəsən. Biz fikirləşdik ki, Sıyrılaq val deyilən bir yer olur. Onun dərə olurdu orada, akop kimi qazılıb valın altında. Maşınlar oradan işləyir. İndi komanda verirlər ki, sıyrılın ora. Biz sıyrılanda müşahidəni buraxmırdıq. Onlarla yenə müşahidə aparırdıq və silahı tuşlamışdı, hazır qalmışdı orada ki, bunlar nəsə bir şeyləsə atəş açmaq üçün. Bu ratsiya ilə bir nəfər də çağırdı. Biz də gecə görüşlə baxırdıq. Ratsiya ilə bir nəfər də çağırdı. O bir nəfər gəldi, uzandı. Biz də həmçinin müşahidə apara-apara səssizcə sürünürdü ki, şey tərəf, həmin valın akopuna tərəf sürünürdü. Orada sipər alınıb, sonra döyüşə başlayaq. Bunların sayını məlumatımız yox idi. Ondan sonra bir nəfər gəldi bunların yanına, tam ekiprovkada, yəni branjiletdə, kaskaza, sırf elə bir ki, təxribat törətməyə hazırlaşmışdılar onlar. İndi bəlkə də bir neçə saatdan sonra başlayacaqdılar. Biz onun əvvəlcədən bilib qarşısını alma məqsədi ilə biz onları qabaqladıq. Bu gəldi bunun yanında uzananda ratsiya ilə çağırmışdı onu. Uzandı bunun yanında böhründə çox yaxın bir məsafə, 7-8 metr məsafədə. O ki, bunların olduqları yer palatka kimi bir şeylə qurmuşlar, böyük palatkalar. Valın böhründə qurmuşlar, val gedib elə bir ki, dönürdü, döngədə qurmuşlar. Elə hiss olunurdu ki, yəni val davam eləyir. Gedir o əski tərəfdən dönür, davam eləyir, gedir. Amma val deyildi. Bunların palatka qurmuşdular orada. Bu uzandı bunun böhründə. Nəsə dedilər bir-birlərinə.
və 2 kruk açdı o böyür tərəfə, aralaşdı ondan ki, onların xüsusi təyinatlı taborları idi ermənilərin. Onlar da hazırlıqdır, baxma, düşmən də olsa, xüsusi təyinatlı da olan da kurs keçib bizim kimi. Düzdür, bir şey deyirlər, amma deyir, milçək bir şey deyir, o da ürək bulandırır da. Bunlar aşamam et, biz sürünə-sürünə vala gedirdik, həm də müşahidə apararaq. Qarşıda bir qaraltı var idi, mənim param var idi. Biz döyüşə girərkən ikili şəkildə bölüşürük qrup arasında. Qrup həmişə cəm olur. Prosta nəsə bir problemi olarsa, nəsə bir dağılma hadisəsi olarsa, o ikili badi heç vaxt bir-birindən ayrılmır. Yəni, şəhid olarsa da bizdə bir amal var, ya hamı şəhid olub orada qalacaq, ya da şəhidimizi heç vaxt düşmənlərinə vermərik. Bizdə bir amal var. 2014-də də onu sırf göstərdik biz həqiqətən. Döyüş yoldaşlarımız, qrup tərkibi hər biri. Biz qaraltını mən görəndən sonra Azər var, o da qazi olub çıxıb. Cəfərov Azər. Mənim badim idi, böyür-böyrə gedirdi, bir-birimizə toxunacaq halda. Buna çəkdim, girdi həmin mövqeyin arxasına, bilmirdi nədir. Çəkdim ki, qolundan bizdə elə bir hissiyat olur da döyüşçülərdə, yəni kəşfiyyatçılarda. Para nə hərəkət edirsə, onu hiss edir. İşarətləri hətta, yəni kənardan hansısa bir işarətlər olur bizdə, yəni əvvəldən dərsli kimi olur o. Hansısa bir işarəni istənilən bir xüsusi təyinatlı göstər, o başa düşəcək ki, nə demək istəyirsin. Adi bir toxunuşdan bilir ki, nə demək istəyirsən. Mən öz paramı, qaraltını görəndən sonra bildim ki, nəsə sipər var orada. Çox açıq bir ərazi idi. Hətta stadion kimi bir ərazi idi, düz bir ərazi. Xırda-xırda kolluqlar, elə bir kol bitkilər var idi belə. Mən bunu çəkəndə biz ora mövqeyi arxasına keçmək məqsədindən qaraltının arxasına keçdik. Mən panel bilirdim onu, daş parçası. Amma ora keçəndən sonra gördük Kasim Sot təkərdir bu. Kasim Sot, biz ora keçəndə Cəbiyev Eşan var, o da qazi qardaşımızdır, ayağını itirib döyüş tapşırığını icra eləyərkən. Mən yerləşdim, paramda Cəfərov Azər gəldi Cəbiyev Eşandan bizim ikimizin ortasına yerləşdi. Elə bir ki, mən bunu çəkdim, özüm yerləşdim, bu da gəldi, hələ atış başlamamışdı. Rəhmətli Pərvin gəldi, həmin döyüşlərdə şəhid oldu. Rəhmətli Pərvin gəldi, o da Kasim Sot təkənin böyründə mənim sol tərəfimdə mövqeyi aldı. Düzdür, bu həmin mövqeyidə maksimum sıxılaşdıq ki, hamı mövqeyi arxasına yerləşə bilsin. Bura yerləşən moment atış başladı. Biz yenə də həmin o 2 nəfəri Pirseldə saxlamışdıq, nişan almışdıq. Bunlar elə bir ki, ani bir moment başladılar atmağa. Səpdilər ikisi də eyni avtomatik olaraq, səpdilər bizim üstümüzə. Orada elə bir ki, bəzi yoldaşlar tam sipər ala bilməmişdi. Orada bir xətt şəklinə keçdik biz məcburən. Biz ortadaydıq. Arxada olanlar, qabaqda olanlar biraz vala tərəf tam vala keçə bilmədilər. Yəni, qaldıq hamı açıq ərazidə. Prosta bir Kasim Sot təkəri qoruyurdu. Açıq olanların hamısını tutdu güllə. Yəni, bunların qarşısında olanları. Həmin vaxtı Cəfərov Azər də elə bir Kasim Sot təkərin üstündən silahı oradan üstünə dayayıb atırdı. Biz bunlar atış atan kimi Azərlə hərə öz badili şəkildə düşməni nişan almışdı, həmin o 2 nəfəri. O birisilər palatkanın arxasında yerləşmişdi, içində səsləri gəlirdi, prosta tam mövqe elə bilməmişdilər onlar. Bunlar onlara elə bir ki, xəbər verən moment başladılar atmağa, bu 2 nəfər. 2 nəfər atan kimi biz vurduq onları. Elə bir ki, paralar arasında biz danışmışdıq. Məsələn, sağdakını sən götürürsən, soldakını mən götürürəm. Və yaxud da ki, əvvəlcədən elə bir şey deməsəndə, məsələn, mən sağdayamsa, 2 nəfər düşmən varsa, sağdakını mən vurmalıyam, soldakını vurmalıyam. O qaydaya uyğun olaraq biz hərəkət elədik. Biz mövqeyi arxasına keçdikdən sonra komanda gözlədik ki, atış komandası versinlər. Bizdə hər qrupun komandiri orada, ünsür komandiri olur. Onu idarə edir. Onun komandası olmadan heç bir atış və yaxud da ki, nəsə bir hərəkət etmək olmaz. Bu gözləyilmiş ki, yəni sonradan danışdıq, bu şəxsiyyətin tam sıyrılıb çıxmağın istəyirdi ki, itki olmasın bizdə.
Valın həmin o dediyim akop var idi, Valın akopu. Ora yerləşib, sonra döyüşə başlayıb daha bizim üçün uğurlu olacaqdı. Amma onlar onu bildilər, duyuq düşüb və həmin vaxtı avtomatik olaraq səpdilər. Bunlar başlayan kimi biz vurduq onları. İkisini də vurduq. İkisini vuran kimi şiddətli döyüş başladı orada. Təxmini 5-6 palatka idi. Hər birindən toplu şəkildə çıxıb dağıldılar ətrafa və şiddətli döyüş başladı orada. Döyüş başlayandan sonra biz də təxmini adama 2 maqazin, 3 maqazin boşaltdıq. Hər bir adamın üstündə maqazin olur, bir də ehtiyat mərmimiz də olur. Naqırnikin cibində olur və yaxud da ki. Döyüş başlayandan sonra biz adama 2-3 maqazin boşaltdıq. Ondan sonra başlayırsan kontrol atışı atmağa. Sən tək-tək çıxırlar, onlara mərmi dağıtmaq olmaz. Elə yerdə mərmiyə çox ehtiyac olur. Yəni, davamlı olaraq həmin mərmiləri, bütün naqırnikdəki olan, branjiletdəki olan mərmiləri atıb dağıdarsan, sonra mərmisiz qalarsan, əliyə alın. Onda heç bir döyüş aparmaq olmaz. Döyüş başlayan kimi onlar işıqlandırıcı fişənglər atdılar. Havada eyni vaxtda ən azı bir 4-5 fişəng olurdu. Ərazi oldu təmiz aydınlıq, gündüz kimi. O fişəklər də çox yüksəyə qalxır, orada işıq saçırlardı. İşıqlanandan sonra biz daha rahat oldu bizim üçün. Düzdür, onlar bizim yerimizi bilmirdilər. Yəni, qaranlığı idi, o 2 nəfər bizi görmüşdü. Atış başlayanda, bunları vurandan sonra o palatkadan çıxanlar bilmədilər ki, hara atsınlar. Çıxırdılar, bəziləri o tərəfə atırdı, nə bilim, əks tərəfə, bəziləri bu birisi tərəfə. Biz həmin o palatkadan çıxdıqca vurduq bunları. Mən bir maraqlı epizod da oldu orada, var idi üstümüzdə. Mən götürdüm atmağa, param çiynimdən bastı, Cəfərov Azər əyil. Mən əyildim, yenə avtomatı götürdüm, avtomatı təkərimizdə söykəmişdi. Atım, sonra yenə götürüm, silah üstümüzə bağlı şəkildə o təbii ki, silahı yerə qoymaq ümumiyyətlə olmaz. Yəni, orada elə bir bərkidirik ki, onu partlayış da olsa, nəsə olsa, qırağa düşsə, silah bizlə bərabər düşəcək orada. Karabindən üstümüzə bərkidirik. Yenə uzun düzəldirik ki, hərəkət edəndə, atanda, qumbara atanda rahat şəkildə onu istifadə edə bilir. Silahı yerə qoydum, mən çıxartdım, qalxdım atmağa, param Azər çiynimdən bastı ki, əyil, mən də əyildim aşağı, bu məndən qabaq hazır eləmişdi. Atdı, atan zaman palatkanı vurdu, ateş, partlayış baş verdi orada. Yani, orada sursat yeşikləri zadı, bunlar hazırlaşmışdılar, təxribat törəsinlər. Bu palatkanı vurdu, orada partlayışlar baş verdi. İçəridə bəlkə də əl qumbaraları, hansısa bir LPG-lər zatlar partlayış baş verdi. Bu atdıqdan sonra mən də qalxdım, o birisi palatkanı vurdum. O biri palatkalarda da yenə partlayışlar baş verdi və döyüşə davam elədi yenə də avtomat silahları ilə. Biz atışdığımız zaman Cəfərov Azərin qol hissəsindən güllə yarası aldı. Bir də həmin biz döyüşdüyümüz zaman sol tərəfdən səs gəldi ki, kəlmə-i şəhadətini deyirdi. Bir kəlmə qalxdı ki, məni vurdular, belə şeylə, boğunuq səslə tam tənəffüsü boğulmuşdu ki, ciyərinə dəymişdi güllə, rəhmətli Rahilin. Məni vurdular, diz üstə çöktü, fişəng demirəm, işıqlanmışdı ki, ərazi. Diz üstə çöktü, kəlmə-i şəhadətin uca səslə dedi, axıra qədər. Sonra elə bir ki, həmin vaxtı biz ona kömək eləsək, orada kömək eləmək mümkün deyil, şiddətli döyüş gedir orada. Yəni, ona kömək eləsək, özümüz də sonda şəhid olacaq, yoldaşlara da çətinlik düşəcək, biri var, bir nəfər şəhid olsun, onu çıxartmağa çalışsınlar. Bir də var, həm döyüş gücün aşağı salacaqdıq, həm də ki, hər bir halda döyüş qabiliyyətini aşağı salacaqdıq. Bizdə döyüş gedə-gedə yaralı oldu, şəhid oldu. Yəni, onda yaxın olan adam yardım göstərir ona. Amma ağır yaralı olarsa, yardım göstərmək mümkün olmazsa, yenə döyüşə davam edirik. Elə bir vəziyyət yaralanır ki, yaralananda da kömək eləmək mümkün olmur. Çox çətin bir mövqedə olanda
onu da kömək eləmək olmur. Amma uyğun mövqedə olanda, yaralı olanda döyüş sahəsindən bir balaca uzaqlaşdırıb, yardım göstərib, orada yerləşdirib, sonra yenə döyüşə başlayırıq. Amma həmin vaxtı yardım göstərmək mümkün deyildi. O bizdən 4-5 metr sol tərəfdə idi. Biz bir xəttə açıldığımız üçün onlar arxada qalmışdılar belə, bir xəttə idi. Yəni bizim sol tərəfimizdə. Komanda verdilər ki, döyüş apara-apara sən vala tərəf gəlin. Biz vala tərəf gedəndə artıq bizdən sağ tərəfdə olanlar valdaydılar. Biz bir şey unutdum. Biz döyüşə başlayanda rəhmətli Orucov Mühüd, bir də Manofov Səməndər, qazimizdə o da, bir də bir iş yoldaşımız. Biz elə bir ki, sol tərəflə gedib fırlandıq, sağa tərəf gəldik. Bunlar, biz oraya gedəndə 3 nəfər ayrılıb getmişdilər, 4 nəfər ayrılıb getmişdilər. Həmin valın akop dediyim yer var, orada qazıntı yeri. Həmin o dərə ilə üzü yuxarı gedirdilər ki, oradan nəsə bir problem olsa, bunlar kömək eləsinlər. Atış başlayan zaman, orada döyüş başlayan zaman, onların postu yüksəkdə idi. Oradan PK başladı bizi ateşə tutmağa. Biz həmin elə bir ki, Aydın çox rahat bir şəkildə bizi təkərin arxasında vura bilirdi. O atış başlayan kimi rəhmətli Orucov Mühüd vurmuşdu onu. Silahı ilə vurmuşdu, zərərsizləşdirmişdi. Bütün posta olan şəxsiyyət də vurmuşdular oradan. Posta olan şəxsiyyəti oradan susturmuşdular, tam məhv eləmişdilər, oradan atış gəlmədi. Mühüd gül olmasaydı orada, yəni bizi 100% vuracaqdılar. Yəni Mühüd onları vurdu, zərərsizləşdirdi, ondan sonra oradan bizə güllə gəlmədi, mərmi atan olmadı, yəni məhv elədilər onları. Həmin vaxtda biz yenə də atışa davam edirdik. Tək-tək palatkadan çıxanları və yaxud da ki, nəsə bir hərəkətdə eləyənləri məhv eləməyə başlamışdıq, məhv eləyirdik. Arxadan bunlara kömək gəldi. Kömək gəldi, valın arxası ilə gəldilər, ani çıxdılar, oradan bizə RPG silahı ilə atdılar. Atdılar, RPG silahı çox yaxın keçdi bizə. Başımızın üzərindən hətta saçımın tükümü ütüb keçmişdi belə. Ki, yandırmışdı saçımın tükündə, bu dərəcədə yaxın keçmişdi. Arxasından alov püskürürdü gedəndə. Onu hərəkətə gətirmək üçün orada barıt var. O barıt alışır, onu da sürətləndirir. Həmin o alovun nəticəsində saçımın tükünü ütmüşdü. Bir balaca aşağılığa geçsəydi, təkərə dəyəcəkdi. Nəticədə təkərə atacaqdı qırağa, hamımız qalacaqdı açıqda. Ondan sonra döyüş qabiliyyəti aşağı düşəcəkdi, mövqeyimiz olmayacaqdı qarşımızda. Nəticədə mərmi yemiş olacaqdıq. Həmin o köməyə gələnlərdə Orucov Mühüd və yanındakı olan döyüşçü qardaşlarımız vurmuşdular. Atmışdılar, tam dəymişdi, yəni məhv eləmişdi onları. Toplu şəkildə bir neçə nəfər, dəqiq sayı görsənmirdi oradan. Valın arxa tərəfindən çıxdılar olar. Vurmuşdu, sonra da darıcıda silahla vurub zərərsizləşdirmişdi, məhv eləmişdi onları. Komanda verdilər ki, sıyrılın vala tərəf. Bu atışdan sonra ki, azalmışdı. Demək olar ki, təkdə bir atış gəlirdi və arxada onların bir hərbi qurumları yerləşir orada. Oradan da bir 1000 metr məsafə olar təxmini. Oradan da bizə atış gəlirdi. Tam bilmirdilər yerimizi. O işığı atırdılar. Amma bizim tam yerimizi tuta bilmirdilər oradan. Çünki onlarla bizim aramızda bizdən bir 300-400 metr qabaqda bir balaca ağaclıq olan, nar ağacları, üzüm ağacları olan bir yer var idi. Tam görə bilmirdilər bizi. Biz Sırıl deyəndən sonra Cəbi Veşən birinci çıxdı vala tərəf. Ondan sonra Param Cəfərov Azərə işarə elədim ki, çıxsın. Cəfərov Azər çıxdı. Sonda şəhidimiz Əliyə Pərvin mövqeyi atış gedə-gedə mən bir dirsəyimi bunun elə bir ki, formasının üzərinə qoymuşdum. Silah da təkərin üstündə idi, Kazımzod təkərinin. Oradan elə atırdım. Uzanıq vəziyyətdə elə bir ki, dayaq almışdım. Əlimi söykəmişdim şey. Bunun şəhid olduğunu bilmirdim mən. Yəni, böğrümdədir, belə hiss eləməmişəm, şəhid olub. Çox güclü döyüş gedirdi. Ətrafında adam, nə bilim, ancaq fikrimiz oradaydı ki, döyüşə, maqazin dəyişmək, başqa heç nə. Ancaq döyüş. Cəfərov Azər çıxdı, indi rəhmətli Əliyə Pərvinə dedim ki, çıx. Belə, həmin döyüşə getməmişdən də
rəhmətlinin biraz zarafat elədi maşında gedəndə. Orada da elə bildim ki, yenə də o elə bir insan idi ki, onun üçün belə fərqi yox idi. Döyüşə də girəndə də eyni əhval-ruhiyyədə idi. Bir harasa gedəndə parka gedib gəzməyə yenə də həmin əhval-ruhiyyədə idi. Bunu mən çıx dedim, dəbərmədim. Bu şeylədim, dartdım belə ki, niyə belə eləyirsən də, çıx da, bura zarafat yerdir. Dartanda bu düz açdı böyrü üstə. Belə indi qərara gəlmək olar ki, bu ilk atışlardan vurulmuşdu, qanı getmişdi. Düz açdı, orada da bir neçə dəqiqə atış davam elədi. Vurmuşdular onda rəhmətli Pərvini. Bunun şəhid olduğunu gördüm. Çox çətin idi. Təbii ki, döyüşdü. Mən də ola bilərdi onun yerinə şəhid olum. Amma çox qəhrəmancasına həqiqətən döyüşərək şəhid oldu. Mən onlarla heç vaxt pis olmuram ki, onlar şəhidi, qürur duyuram onlarla. Allah'ındır. Bax, bu dəqiqə mən də yataq otağında üzr istəyirəm, çox üzr istəyirəm. Yuxudan ayılan kimi olan şəklini görürəm. Vurulmuşam, inşallah göstərərəm sizə son şəklin. Deyil, həmin döyüşdə iştirak edildiyimiz qardaşların şəkillərini düz yataq otağında, yuxudan oyunda ilk dəfə onu görürəm. Biz oradan bunun şəhid olduğunu biləndən sonra oradan geri çəkilib, düşməni tam məhv edib ondan çıxartmaq məcburiyyətində idik şəhidlərimizi. Geri çəkilən zaman bir yaralı qardaşımız yaxındaydı, məndən sol tərəfdə. Ona qoluna girib əyağından yaralanmışdı, ayaq vurğulamışdıq. Bir də bel hissəsindən əzələni kəsib keçmişdi güllə. Yaxşı ki, şükürlər olsun, onurğa sütunu zədələməmişdi, amma sinirləri də zədələmişdi. Çox qan getmişdi, özündə deyildi də belə. Ona köməkləri getdi Valda. Biz yoldaşlar onda yerləşmişdilər tam orada. Sipər almışdılar, döyüşürdülər orada. Bunlar atış atırdılar deyə biz rahat şəkildə aparıb bunu yerləşdirdik. Döyüşdüyümüz, atış atdığımız yerdən bir təxmini 6-7 metr arxada təpə düzəltmişdilər orada. Valı təzə qazmışdılar orada. Hündür bir val düzəltmişdilər. Yumuşaq torpaq idi. Adam ayağını atırdı dizə qədər, dizdən də yuxarı batırdı torpağa. Bunu orada yerləşdirdik. Mən gəldim, yenə atışa davam elədim. Qısa bir zaman prosesdə baş verir olar. Bunu yerləşdirdim həmin yerə, söykəndə arxasında qan itirmişdi deyə halı yox idi. Əliyev Eldar da yaralamağına baxmayaraq yenə atışa davam edirdi Əliyev Eldar. Kömək edib gətirmişdilər, yenə də atırdı. Rəhmətliyin silahını götürmüşdü, o mağazini vurandan sonra rəhmətli Elçinin silahını götürüb onunla atışa davam eləmişdi. Öz silahı vurulub daraq içində qalmışdı. Onu çıxartmaq həmin vaxtı bəlkə də bir neçə dəqiqələrlə vaxt aparır. Onu nəzərə alıb şəhidin silahını götürüb onunla döyüşmüşdü. Bu döyüş gedə-gedə həmin o hərbi xidmətdə olan qardaşımız yaralanmışdı, bərpa olub hərbi xidmət davam elətdirir. Arxadan qışqırdı ki, var, gəlin at. Mən də döndüm, mən yaxın idim buna. Sep şəkildə açılmışdıq, orada mövqeylənib atırdıq. Mən qayıtdım, götürdüm bundan. Oradan da olardı bir 50-60 metr məsafə düşmən palatkalarına. Atdım, getdi, uyğun yerlərə düşdü. O da elə bir ki, Allahın qismətidir o da. Ola bilsin ki, indi rəhmətli Mühüd şəhid qardaşımız sağ tərəflə getməsəydi, onlar bizi orada vurub şəhid eləyəcəkdi. Ola bilərdi ki, yəni qrup oradan çıxmağı sual altındaydı. Amma hər şey elə uyğun proseslərlə getdi ki, çox təəssüf edirəm, yəni qardaşlarımız şəhid oldu. Amma təəssüf etməklə bərabər həmişə onlarla qürur hissi duyuram ki, yəni valla belə dildə demək biraz şeydir, onlarla həqiqətən döyüşmək mənim üçün çox fəxr idi. Heç vaxt yadımdan çıxmazdı onlarla. Tapşırığa getməmişdən qabaq xatirələrimiz olub orada. Zarafatlaşırdıq şeydir. Bizdə çox mehribansız, kollektiv çox güclüdür. Yəni, bilsə ki, məsələn, hansısa bir döyüş yoldaşım, bilsə ki, məsələn, mənə güllə dəyəcək, özün onun qarşısına atmaq fikirləşmir o barədə. Yəni, fikirləşmədən özün atacaq ki, ona dəysin, sənə dəyməsin. Yəni, bu cür
bizim kollektivimiz var. Atdıqdan sonra bir də geri döndüm ki, bəs yenə doldura bilərsən. Döyüşçü qardaşımıza müraciət etdim. Orada ki, valın içi idi deyə, dərə idi. Orada rahat hərəkət eləmək olurdu, rahat silahlar da dəyişmək olurdu. Həm də düşmən tərəfi ki, demək olar ki, çox hissəsi məhv olunmuşdu. Yerdə qalan yaralılar, zatlar var idi. Bu təkrar dedi ki, gətir. Mən geri dönəndə ora həmin bu söykəndiyi yer çox yumuşaq bir torpaq idi. Bizim olduğumuz yerdə yumuşaq torpaq təzə qazılmışdı. Tam dəriyə düşməmişdi ki, dəriyə düşəndə görsənmir qarşı tərəf. Üstündə idi təpənin, biraz sipərimiz vardı qabağımızda. Bəs eləyirdi bizim üçün. Mən geri dönəndə buna tərəf tutmuşam əlimdə bu qaydada. Geri dönəndə ki, aparım buna verim, təzdən doldursun. Vurdular. Yenə də RPG ilə vurdular. RPG-nin mərmisi gəldi elə bir ki, mənim qarşı tərəfimdə, Azərgilin sol tərəfində idim mən. Mən dönəndə Azərin arxa tərəfindən gəldim, keçməli idim də. Təzdən doldursun mərmisin. Həmin vaxtı vurdular elə bir ki, məni. Gəldi, RPG-nin mərmisi yumuşaq torpaq idi deyə, uç tərəfə həssas başladı dəyəndə çəki söhbəti var da, neçə kiloqram çəkidən sonra partlayır, nə qədər təsir göstərməlidir onu. O da dəyən kimi partlamadı, yumuşaq torpaq olduğu üçün bir balaca girmiş torpağın altında partladı. Məni elə bir ki, götürüb tullamışdı ki, bu vəziyyətdə gedib yerməyə oturmuşdu yaralımız, söykənmişdi arxaya. Mən də başı üstündən gedib elə bir girdim, oturmuşdu, qıçların arasına girdim başı üstə torpağa. Mərminin lüləsi zadı dolmuşdu torpaqla. Sonra bir anlığa bir neçə saniyəmi, nə qədərsə orada şeyləmi olmur, bilmirəm nə qədər keçdi vaxt. Heç yer görsənmirdi. Hər yer gözümdə belə süt kimi bir şey görsənirdi, görmürdüm heç yeri. Həmin vaxtı da biz palatkalara ondan qabaq RPG ilə vuranda, palatkalarda bayaq vurğuladım, partlayış oldu. İçində əl qumbaraları falan partladı. Orada palatkalar da alovlanmağa başlamışdı. Mən həmin vaxtı kontuziya almışdım. RPG-nin təsir nəticəsində elə bir ki, girib ayağımın ata partlamışdı. Partlayış olan zaman sol tərəfimə çox təsir göstərmişdi. Sol qulağım batmışdı onda. Son illər, indi də var, sol qulağımda biraz daha çoxdur travma. Mən mərmi dəyəndən sonra başı üstə getdim, girdim. Elə mən tulladı 3-4 metr, biraz irəliləmişdim. Buna tər 6-7 metr məsafə idi. 3-4 metr məsafədən təxmini göylə elə bir ki, götürdü məni, tulladı, başı üstə getdim, girdim həmin o yaralının ayaqları arasından torpağa. Mərmi lüləsi də dolmuşdu torpağına, tupik olmuşdu. O da götürüb, mən həmin vəziyyətə düşəndən sonra gidib də şeylədi, yaralanıb, şeyləməyib, götürüb heç də eşitmirdim mən şey. Batmışdı qulaqlarım, gözlərim görmürdü, kontuziya almışdı. Yumruqla vurmuşdu, torpağı boşaltmaq üçün içindən, əlləri zad dağılmışdı. Vurub boşaltmışdı amma üçün. Mən özümə gəlincə göbütdə artıq doldurmuşdu.